Salam, mən gəldim. Necəsiz xanımlar? Uzun zamandır kanalıma video qoymuram. Mart ayı mənim üçün çox dolu keçir. Həm bayramlar, həm də yoldaşımın ad günü. Ona görə də sakit bir yer tapıb videolarım üçün səs yazmağa imkan olmurdu. Amma nəhayət şeytanın qıçını qırdım. Dedim ki kanalıma bir video qoyum. Bu dəfə kiçik bir sədərək vlogu çəkdim. Biraz gəzdik, qablarla maraqlandım və özümə yeni bir dəst baxdım. Eyni zamanda qiymətlərinə də baxdım. Amma yoldaşım tələsirdi deyə videonu rahat çəkə bilmədim. Ümid edirəm ki, zamanla həm də rahat çəkə bilmirəm. Yəni insanların içində. Yəni ki, bu hala öyrəşərəm inşallah. Sonra tort mağazasına girdim. Bura çox qarışıqdır. Çünki mağazada təmir işləri gedirdi. Hər şey dağınıq olduğuna görə nə çəkəcəyimi tam bilmirdim. Həm də nə alacağımı. Əslində alacağım şeylər beynimdə idi. Yenə də baxırdım ehtiyacım olan, qiyməti münasib olan, lazımlı olan şeylərimi götürdüm özümə. Bu mağazanın qiymətləri çox münasibdir. Sadəcə yol uzaq olduğuna görə hər dəfə gəlib gedə bilmirəm. Ara sıra yoldaşımdan xahiş edirəm. O gedir. Şirniyyat da ona uzaq olduğuna görə tez-tez gedə bilmir. Məcbur ayda bir dəfə, bəzən isə 2 aydan bir bu mağazaya baş çəkirəm. İstədiyim hər şey bir yerdə olduğuna görə çox rahatdır və ümumiyyətlə əla mağazadır bura. Qiymətləri çox münasibdir. Yəni istədiyim hər şeyi burada asanlıqla əldə edə bilirəm. Bu paxlava kəsəndən də özümə aldım. Sadəcə olaraq paxlavalarım çox iri, yəni çıxdığına görə xoşuma gəlmədi bu. Amma bunun taxta olanı var idi. Onu başqa bir mağazadan əldə elədim. O çox qəşəng, yəni ki, əlverişli oldu mənim üçün. Sadəcə olaraq o birisinin paxlava ölçüləri çox yekə-yekə kəsirdi paxlavaları deyə xoşum gəlmədi. Yəni o kəsəndən artıq yəni pul idi, israf olundu ona verdiyim. Hə xanımlar, burada da yəni mağazadan aldıqlarımı göstərirəm sizə. Videoda da gördünüz. Bunları özüm üçün aldım. Hə qızlar, deməli Temudan da bağlamam gəlmişdi. Elə onu da götürdüm. Bu kavronu yəni sifariş elədim. Görəndə çox bəyənmişdim. Amma real gördükdə isə heç xoşuma gəlmədi. Arxa hissəsi şüşəsiz idi. Bəyənmədim.
Bu isə lasindir. Çox qəşəng material var. Yəni ki, tiftiklənmir. Yaxşıdır, evdə geyinmək üçün götürdüm. Bu isə paxlabanı, yəni ki, listdən çıxartmaq üçün belə bir alətdir. Adını unutdum. Bu da qaşıq dəstidir. Bundan bir yəni naborda sifariş eləyəcəm. Bunu 25 manata aldım, səhv etmirəmsə. Çox keyfiyyətli çıxdı. Yəni material olaraq çox qəşəngdir, çox xoşuma gəldi. 6 ədəd vilka, 6 ədəd qaşıq, 6 ədəd balaca vilkası, 6 ədəd də balaca çay qaşığı var. 25 manatın içində. Və bu da qızlar, ekler bişirmək üçün silikondur. Yəni standart çıxsın eklerlər ölçü olaraq, ona görə aldım. Hələ ki istifadə eləməmişəm bunu. Oruc tutmuşdum. Sədərəyə gedəndə yaxşı idim, amma qaydanda xacdan, yolun uzun olduğundan başım çox pis ağrıyırdı. Onun üçün də sushi sifariş elədik. Biz həmişə sushilərimizi Only Sushi Baku'dan sifariş edirik. Çox dadlı olur. Hər zaman məmnun qalırıq. Buradakı sushilərin dadı həm gözəl, həm də fərqlidir. Dadından doymaq olmur bir sözlə. Bazarlığa getmək üçün marketə yollandım. Qaynanam da bizə balıq almışdı ilaxır çərşənbə üçün. Çox sağ olsun, Allah canını sağ eləsin. Hər il bizim üçün balığı o alır. Belə bir adət var ki, onlarda çərşənbə günü balıq süfrədə olmalıdır. Bu cənub zonasına aid bir ənənədir. Ona görə də özünü alan zaman bizə də alır. Bunun da içini təmizləyib buzluğa qoydum. Çərşənbədə bişirdim. Və yoldaşımın ad günü üçün isə uşaqlarla gəzə-gəzə marketə yollandıq. Evdə qeyd etdik ad gününü. 3-5 qohum əqraba yığışdıq. Mən hər zaman olduğu kimi özüm alış-veriş etməyi üstün tuturam. Çünki hər şey özüm alanda daha rahat oluram. İstədiyim kimi gəzirəm, baxıram hər şeyə. Marketə tez girib çıxmıram. Yoldaşım olanda tez ol deyir. Nə alacağımı unuduram. Düzdür, evə qaydanda yüklərdən qolum ağrıyır. Yenə də tək alış-veriş etməyi çox sevirəm. Burada da artıq gecə vaxtıdır. Uşaqlar yatandan sonra kompüterdə bir kino qoyuram və sakitlikdə, huzurda işlərimi görməyə başlayıram. Bu vaxtda paytaxt salatının ərzaqlarını qoydum, qaynatdım, hazır elədim. Hamısını səhər doğrayıb salatı hazır edəcəm. Bir tərəfdən də slayonni xəmir hazırladım. Digər tərəfdən isə dolmanı bükdüm. Gəlinimiz də yəni səhər gəldi, mənə kömək elədi. Birinci xəmirini hazırladım. Gəlinim isə birincikləri bişirdi. Mən yenə içliyini qoyub qızartdım. Bir tərəfdən də slayonni hazırladım, amma o hissələri çəkməmişəm. Ad günü menüsü də standart olaraq, yəni bizdə bir dənə olur. Yəni olmazsa olmazları paytaxt salatıdır. Yoldaşım da çox sevir. Ona görə də mütləq həmişə hazırlayıram. Həm bayramlarda, həm ad günlərində. Həmin bu slayonni xəmirdən də, yəni ətli pirajki edirəm. Bunu da oğlanlarım, yəni uşaqlarım çox sevir. Yoldaşım çox sevir. Çox dadlı olur. Yəni bişirməyimlə bitməyi bir olur, yəni. Hə qızlar, mən dolmaya nanə vurmağı çox sevirəm. Bilirəm ki, quru nanə vururlar, amma təzə nanə olduqda, yəni ehtiyac duymuram. Burada da gördüyünüz kimi dolmanın içliyini hazır edirəm. Artıq səhərdir. Əslində dolmanı gecədən bükməyi planlaşdırırdım. Sadəcə olaraq axşam su kəsildi, onun üçün edə bilmədim. Bilirsiniz ki, dolmanı bükməkdə vaxt aparır. Yəni 1-2 nəfər olduqda daha tez qurtarır, amma ki tək olduqda, yəni bük bitmir.
Hə qızlar, burada da yarpaqları belə bir üsul tapmışam. Həmişə bir yəni bükərdim, qoyardım. Amma belə daha çox rahat olur mənə. Yəni bütün yarpaqları sərirəm bir stul boyunca və sonra bir içliyə qoyuram və tez bükürəm. Belə daha tez başa gəlir. Daha tez yəni hazır olur. Və mən dolmanı hazırlayan zaman yəni içərisinə bir ədəd yəni sümük də qoyuram, ətin sümüyünü. O zaman dadı keçir dolmaya, daha ləzzətli olur. Və üzərinə limon düzürəm, biraz da turş olsun. Sonra evimiz vlog bacım gəldi. Biraz əl atdı mənə. Çünki süfrəni qurmamışdım. Axşam saat 6 idi, gəldi. Süfrəni bizim üçün uşaqlarla birlikdə qurdu. Mən isə bu zaman hələ də mətbəxdə idim. O süfrəni hazırladı, sağ olsun və bir pişirdi. Süfrəni düzəltməklə yanaşı evimiz vlog bacım mənə çox kömək elədi. Həm də gördü işi çatdıra bilmirəm, özü çəkib videoda hazırladı. Çünki mənim başım qarışıq idi məktəbdə. Dedi ki, mən gedib süfrəni düzəldirəm və sənin üçün də video çəkərəm. Kanalıma qoyarsan. Çox sağ olsun. Mən də bir dəfə buradan onu öpürəm, qucaqlayıram. Burada da qonaqlarım gəldi. Hamımız yığışıb bir süfrə arxasında əyləşdik. Yoldaşımın ad gününü qeyd etdik. Danışdıq, güldük, nuş etdik. Sonra da keçdik tortu kəsməyə. Səhəri gündə gəlinimizin rayondan anasıgil, bacısıgil gəlmişdilər. Bizdə qardaşımın toyu yanvar ayında olmuşdu. Biz çiləni qeyd etdik. Düzü gecikmişdik. Hava ilə əlaqədar qar və soyuq olduğu üçün onlara əziyyət vermək istəmədik. Gözlədik ki, hava biraz açılsın.
Ondan sonra qeyd edərik. Evdən də slayonni xəmirdən ətli xaçapuri bişirdim. Onun üçün gətirdim, süfrəsinə qoydum. Süfrəni belə hazırladıq. Bütün yeməkləri gəlinim özü hazırlamışdı tək başına. Əllərinə sağlıq. Burada da yoldaşımın əmisinin ad gününə getdik. Axşam qeyd etdik. Mən də tort bişirdim, apardım. Və vlogumuzun sonuna gəldik. Bura qədər izlədiyiniz üçün çox sağ olun. Kanalıma dəstək olaraq abunə olub, videomu bəyənməyi və şərh yazmağı unutmayın. Siz mənə dəstək olduqda, məndən daha çox vloglar istədikdə mən həvəslənirəm və vlog çəkmək istəyirəm. Ona görə fikirlərinizi, xoş sözlərinizi yorumlarda yazmağı unutmayın. Hələlik xanımlar, inşallah gələn dəfə görüşmək diləyi ilə sağ olun.